Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 4 iyul 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. Cümə günüdür, hər birinizin cüməsi mübarək olsun. Etdiyiniz ibadətlər, dualar, niyyətlər Allah qatında qəbul olunsun inşallah. 4 iyul həm də demokratiya günü sayılır. Amerikada, Amerika müstəqillik günüdür. Uzun illər, 10 illiklər vətəndaş müharibələri oldu. Çox dəhşətli hallar oldu, amma axır ki bir dövlət quruldu və ilk təməldən demişdilər ki, bu demokratik olacaq. Düzdür, demokratiya var Amerikada, təbii olaraq Amerika az qala beşiyidir, düzdür, Fransadan sonra. Amma sonralar göründü ki, imperialist siyasət Amerikanın o demokratiyasını qidalandırmaq üçün digər yerlərdə demokratiyaya qarşı müharibələr, ixtişaşlar, təxribatlar apardılar. Məsələn, bütün dünya ölkələri istəsələr demokratik olar. Onda o qan içənlər, sümürgəçilər heç nə qazana bilməz. Onlara məsələn sərf edir, xüsusən də Asiya dövlətləri, qeyri-xristiyan olanlar xüsusən də demokratiya olmasın, hərcmərcilik olsun, monopoliya olsun, orada diktatorlar olsun ki, dövlətin gəlirini elə həmin o diktatorlarla bu demokratik ölkə dediyimiz qan içənlər qazansınlar, əhalidə 10 illiklər boyu zillətə məruz qalsın. Amma hər halda, hər il keçirilirdi Amerika səfirliyində tədbir 4 iyulla bağlı. 4 iyulda keçirilmirdi öncəki günlərdə, amma bu il olmadı, təxirə saldılar. Yəqin nədənsə ehtiyat ediblər, ya təxribat, ya nədənsə bilmirəm. Amma bu il ilk dəfə idi ki, mənim ağlım kəsəndən Amerika səfirliyi burada yaranandan mən ilk dəfə görürəm ki, nəsə o tədbiri təxirə saldılar. Başınızı çox ağrıtmadan bu mübarək cümə günündə proqnozlarını sizə çatdırım. Əvvəldə həmişə müəyyən məlumatlar, hiss və duyğular, gəldiyim müəyyən qənaətlər, rastlaşdığım hadisələrdən danışım. Onu gərək nəzərə alasız, sırf elə ekran açılan kimi Qoç bürcü deyib başlamayaq. Biraz məlumatlanaq, maarifləmə, o biri videolara onsuz da baxmırsınız. Heç olmasa burada bir-iki kəlmə sizləri məlumatlandırım. Qoç bürcü. Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Buna hazır olduğunuz təqdirdə ulduzlar müdafiənizdə duracaq. Uzaq məsafələrə aldığınız dəvətlərdən bacardığınız qədər imtina etməyin. Elə ayın 4-ü, 5-i məndə dəvət var. İmtina etməmək lazımdır, etməyək. Buğa bürcü. Maraqlı səfərlərə çıxmaq üçün göy qübbəsi sizə şans verəcək. Maddi imkanınız buna yetdiyi təqdirdə imtina etməyin. Bu ərəfədə fəaliyyətə bir qədər ara verməyiniz məsləhət görülür. Vaxtıdır, istirahətə gedib dincələ bilərsiniz. Əkizlər bürcü. Bugün əsəbdən doğan qərarlar verməkdən, harayasa ciddi məbləğdə maliyyə yatırmaqdan uzaq olun. Bu iki tövsiyəmizə riayət eləsəniz, bu təqvimdə, bu cümə günündə, bu cümə gününü ən sevincli şəkildə başa vuran bürcü olacaqsınız. Xərçəng bürcü. Giləy-güzarı bir tərəfə atın. Təcrübə göstərir ki, bunun heç bir səmərəsi olmur. Sevgi, ailə istiqamətində mülayimlik nümayiş etdirin. Qan qaraldıcı addımlardan uzaq olmağa çalışın. Əgər hazırda sizin bürc hakimdirsə, siz belə pessimist düşüncəyə varırsınızsa, bu heç xoşa gələn deyil. Halbuki hamıdan güclü, şanslı və enerjilisiniz bu ərəfədə. Düz iyulun 22-sinə qədər bizim komandanımızsınız, digər bürclərin komandanı sizsiniz. Ona görə həyatın nəbzini tutub yalnız irəli getmək lazımdır. İldə bir dəfə bir ay tam enerji sizdə olur. Qalibiyyət enerjisi, liderlik enerjisi, bu belə dedikoduya, deyingənliyə varıb o cür şansı əldən çıxartmayın. Qardaş-qardaşa bu məsləhəti vermir. Mən amma sizə deyirəm. Şir bürcü. Ulduzlar bu təqvimdə yeganə probleminizin maliyyə məsələləri ilə bağlı olacağını xəbər verir. Odur ki, bəri başdan buna hazır olun. İş yerində rəhbərliklə mülayim davranın, çünki intriqa yaransa uzun sürəcək. Qız bürcü. İşgüzar əlaqələrinizi dərinləşdirməklə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz.
Tələsik qərarlar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın. Təbii ki, etibar edirsinizsə və həmin adamlar təcrübəlidirsə. Tərəzi bürcü. İyulun ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız qətiyyən imtina etməyin. Əqrəb bürcü. Ailə zəminində mübahisələriniz gözlənilir. Bu səbəbdən də hər xırda xoşa gəlməzliyi ciddi problemə çevirməməlisiniz. Baxın, biz bir gün qabaqdan bunu ona görə deyirik ki, ən azı hətta belə bir şey olmasa belə tədbirli olmağın nəyi pisdir? Tədbirli olasınız. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bugün bəxtinizdə pul da var. Ox atan bürcü. Qarşınızda uğurlu bir təqvim durur. Bəzi xırda xoşa gəlməzlikləri nəzərə almasaq, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Və artıq bugün siz yay istirahəti haqqında planlarınızı ortaya qoymalısınız. Nə vaxt gedim, hara gedim? Yəni, bugün yaxşı ideyalar gələcək. İstirahət haqqında düşünməyin, bəzən iş, başqa məsələlərlə bağlı düşünmək üçün yaxşı gün. Amma sizdə bugün sırf yay istirahəti, indi imkanı olandan gedir söhbət, ya rayondan rayona harasa getmək barədə istirahət haqqında düşünmək olar. Planlarınızı qurun və bugün daha yaxşı gündür. Əgər ailəvi gedirsinizsə, ailə ilə məsləhətləşin, yaxşı olar. Oğlaq bürcü. Astroloji göstəricilər qeyri-adi addım atmağınızı məqsədə uyğun hesab etmir. Yəni, qeyri-ənənəvi, ənənədən kənar. Daha çox neytral mövqedə durmalı, gündəlik qayğılarınızla məşğul olmalısınız. Qəfil iş tutmayın. Əvvəlcə bir məsləhətləşin, xüsusən də ailə üzvlərinizlə, ailənizlə məsləhətləşin, ondan sonra hansısa müvafiq addımı atın. Su tökən bürcü. Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxirə salmalısınız, yəni günorta saat 1-ə qədər. Əks təqdirdə cəhdləriniz boşa çıxa bilər. Saat 1-dən sonraki vaxtda isə perspektivli təkliflər alacaqsınız və bu sizə uzun müddət stimulu verəcək, xeyir verəcək. Balıqlar bürcü. O qədər də aktiv təqvim deyil. Ətrafınızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş edirin. Bugün sadə gündür. Yalnız üzərinizə düşən işləri həyata keçirmək yetərlidir, düşünürəm ki. Enerjinizi dağıtmayın bugün. Səhət deməyək, enerjinizin tükənməsinə imkan verməyin. Nə özünüz tərəfdən, nə də başqaları tərəfindən. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.